Bugün redaksiyamıza müraciət edən Şirəliyeva Seyid Sənəm, həyat yoldaşı Şirəliyev Valehin başına gəldiyini iddia etdiyi hadisə ilə bağlı ciddi ittihamlar səsləndirir. Onun sözlərinə görə 2024-cü ildə həyat yoldaşı bir qrup şəxs tərəfindən döyülərək ağır vəziyyətdə yol kənarına atılıb. Şikayətçi bildirir ki, həyat yoldaşını uşaqları döyülmüş vəziyyətdə taparaq evə gətirib. Seyid Sənəm Şirəliyevanın iddiasına əsasən hadisə ilə bağlı dəfələrlə hüquq mühafizə orqanlarına müraciət olunub. O bildirir ki, müxtəlif qurumlara etdiyi müraciətlərə baxmayaraq, indiyədək məsələnin tam araşdırılmadığını düşünür. Şikayətçi həmçinin qeyd edir ki, Daxili İşlər Naziri Vilayət Eyvazovun Astara rayonunda keçirdiyi vətəndaş qəbulunda iştirak edib. Hadisə ilə bağlı əlində olan fotoşəkilləri və digər materialları təqdim edir. Onun sözlərinə görə, sonradan Nazirliyə dəvət olunaraq izahatı dinlənilib və araşdırma aparılacağı bildirilib. Lakin Seyid Sənəm Şirəliyeva iddia edir ki, verilən vədlərə baxmayaraq, bugünə qədər şikayəti üzrə hər hansı nəticə əldə edilməyib. Şikayətçi hadisə nəticəsində həyat yoldaşının səhhətində ciddi problemlər yarandığını, hətta insult keçirdiyini bildirir. Bundan başqa, o iddia edir ki, ailəyə məxsus olan, Keşlə qəsəbəsində yerləşən və gəlir mənbəyi kimi istifadə edilən torpaq sahəsi və obyekt də sonradan onların əllərindən çıxıb. Şirəliyev Seyid Sənəm, Seyid Mərkəzi, mən Şirəliyev Valihin həyat yoldaşıyım. 2024-cü ildə Şirəliyev Valihi, Məmmədov Orcəli, Namiq Məmmədov Namiq, Hafiz, bunlar tərəfindən göstərişi ilə döyüblər. Döyüb elə bir vəziyyətə salıblar, gətirib atıblar yola. Mindirilib maşın gətirib atıblar yola. Yoldan oradan işindən uşaqlar gətiriblər bunu. 23-ə aparıblar, 23-də baxılıb, Xətai rayonunda olub bu hadisə, onun döydükləri. Sonra gətiriblər evə, gəldi evdə baxdım, gördüm ki, bu gündədir, vəziyyəti o gündədir. Ona görə biz bütün yerlərə, qurumlara, polisə, nazirliyə, prokuraturaya, lazım olan yerlərə, çox yerlərə, müstəntiqəcən, hakimlər, məhkəməyəcən, hər bir yerə müraciətimizi eləmişik. Heç bir müraciətimizə deyirlər, baxılacaq, baxılmır. Şəxsən Lənkəranda Cənab Vilayət müəllimlə Astara rayonunda olmuşuq. Orada bütün məlumatların hamısını şikayətimizi demişik. Onun döyüldüyü şəkillər var, çıxarılışlar var. Onlara can göstərilib. Bizi sonra, ondan 2 gün sonra, bizim müraciətimizə baxandan sonra 2 gün sonra bizi çağırıblar nazirliyə. Gedmişik ora, orada da bizi dinləyiblər. Bütün söhbətlərimizi, şikayətlərimizi. Ondan biraz keçəndən sonra görmüşük, şikayətlərə baxılmır. Bir də şikayət eləmişik nazirliyə, bir də bizi ora dəvət elədilər. Orada yenə də bizim şikayətlərimizi dinlədilər. Bir 10 nəfərəcən adam vardı, oturmuşlar, orada oturanlar, işləyən bütün məmurlar. Bizi dinlədi, dedi, xanım, nə lazımdırsa sizin şikayətinizə baxılacaq, həll olunacaq. Bizim bu şikayətimizə hələ də baxırlar, indi də baxırlar. Bunun arxasında duran Orcəlinin qohumu var, odur. Heç bir tədbir görülmədi. Prokuraturaya zəng getdi. Hər bir yerə müraciətimizi elədik, şikayətlərimizi. Dedilər, hamısına baxılacaq. Amma heç kim bu şikayətə baxmadı. Bunun da arxasında duran, bu söhbətin də tədbirin, bu yerə gəlib çıxdığı bunun döyülməyinin tədbir görülüb, Hafiz, Namiq, Orcəli. Onlar Orcəliyə pul söz veriblər. Əvvəl burada işləyirdi, Nizamidə, orada işləyirdi. İndi oradan da göndərdilər Kürdəmirə. Bunun vəzifədən çıxartmağa vəzinə, bunun daha da vəzifəsini qaldırırlar. Bunun arxasında duran onun qardaşı Gülneldir, onun xalasının əri var. İman adında, Quliyev İman. Onlardır, onun xalasının yoldaşıdır. Onun kim olmasının budur ki, nazirliyə də o xəbərini göndərir, ora tapşırır, hara lazımdır, bütün hansı qurumlara deyilir, o tapşırır. Onun tapşırığı ilə də deyir, mənim arxamda, onun arxasında İman durub, qardaşı durub. Əgər kiminsə arxasında kimsə varsa, onda onlar necə istəsə, onu da eləyib hamını edir, kimi zəifsə onu döyüb bu vəziyyətə salarlar. Bunlardan, bu şikayətlərimizə bizim heç kim baxmır. Xahiş edirəm, cənab prezidentimizdən, xanımımızdan, hansı bir qurumlar olursa, nazirlikdən, prokuraturadan, müstəntiqlərdən, bu işə baxanlar kimlər ki var, kimlərə ki müraciətimizi eləmişik. Onlardan xahiş edirəm artıq dərəcədə.
bu işə düzgünlüklə baxsınlar. Bu kişini döyüb elə vəziyyətə salıblar ki, insur keçirdib. Hələ azmış ki, keçməyib, yerin əlindən alıblar. Nəyə görə? 22 ildə özümün tikib yaratdığı torpağı kimsə gəlib ki, mənim arxamda duran var, bu yer mənimdir. Versin də alacaq, verməsi də. Hədə qorxu ilə məqdə. Onun müqaviləsi bitincə onu heç kim gəlib orada heç nə tikməyib. Tikə də bilməz. Ona görə ki, müqavilə var. Bunun kimin ki qolu güclüdür, kimin ki adamı var, onun arxasında kimlər vardır bilmirəm. Pul gücü nədir, nə gücü nədir bilmirəm. Ona görə gəliblər, hədə qorxu gəlirlər ki, evlatlarım var, nəvələrim var, oğlanlarım var, belə eləyəcək, elə eləyəcək, hədə qorxu ilə valihin əlindən o torpağı alıblar. Bunun da arxasında duranlar kimlərdir bilmirəm. Bilirəm amma, prosto bizim onlara gücümüz çatmır. Astarada Cənab vilayət müəllimlə mən özüm şəxsən mən özüm görüşdüm. O mənə dedi ki, ana narahat olma, bu işə baxılacaq. Mənə o ana kəlməsini dedi. Mən də ona dedim ki, bu ana kəlməsini deyibsə, deməli bu iş baxılacaq. Ondan sonra getdik yenə bizi çağıra, yenə getdik nazirlikdə, yenə o şeyləri bizə, mən onlara müraciətimi elədim. Yenə də həmən sözlər deyildi. Amma heç bir tədbir görülmədi. Onun əsasında insur keçirdib əsəbdən, olub, paraliz keçirdib, pasteldədir. O obyekt torpağına görə bu kişinin başına bu oyunlar gəlib. Xahiş edirəm, cənab prezidentimizdən, yenə deyirəm, xanımımızdan bu işə baxılsın. Əgər belə çıxırsa, olmasa da, hansı balınsidə yatıb, nələr olunub, hamısı da bilinir. Nizami rayonun balinsəsində orada yatdı. Orada göstərildi bütün bunun paraliz qırılmağı. İndi onun əsasında da qalıb o malıca alınır. Amma heç cürə malıca kömək eləmir. Xahiş edirəm sizdən artıq dərəcədə. Mənim bu danışdıqlarım hamısı təsdiq olunsun, hamısı verilsin, paylaşsınlar. Heç kəsin haqqın yeməsin. Allah görür yuxarıda. 30 ildir mənim balalarım əziyyət çəkib. Qazanıb, göndəriblər ki, orada atamla anam günün gələcəyinə yaşlaşırlar, yerimiz olsun. Qayıdıb vətənə qaydanda, gələ yerimiz olsun, işləyə çörək pulu qazan. Amma belə çıxır ki, mənim uşaqlarım qazancın, xaricdə qazanıb, Azərbaycana göndərib. Mən Azərbaycanda tikdigimi məni əlimdən alırlar. Dövlət alsa, deyərəm dövlət alıb, dövlət almayıb. Haradasa dələduzlar var, özbaşınalıq var, qolu güclülər var, kimlərin istifadə eləyir, gəlib o yerimi mən əlimdən alırlar. O yetmir, yenə də onu veriblər məhkəməyə, məndən 350.000 təzminat istəyirlər. Namiklə Hafiz. Bunlar məndən təzminat istəyir. Sən oranı işlədirsən, evlə sənin gəlirin var, bizə təzminat verməlidir. Müqabil, bəli, verilən torpaqdır valihə, verib torpağı ora. Amma bu işə heç kim baxmır. Xahiş edirəm, mən bu işimə diqqət edirəm. Bu belədir ki, burada onların qolu güclüyündən kimlər arxasında durub bilmirəm. Mən dövlətimdən kömək istəyirəm. Prezidentimdən kömək istəyirəm. Mənə dövlətim, prezidentim mənim bu şikayətlərimi eşitsin. Bir ana kimi, bir vətəndaş kimi. Mən xahiş edirəm ki, bizim bu torpaq məsələsi həll olunsun. Mən çörək yerim oradandır. 220 manat pensiya alam, 220 manatla dolana bilərəm mən. 4 uşaq böyüdmüşəm Azərbaycan vətəndaşı. Böyüdmüşəm torpaq üçün. Əskər gedib, torpaq qoruyub. Torpağımızı qoruyuq ki, kimlər ki, gəlsin mən indi tikdigim əziyyətimi əlimdən alır yerimi. Onlar yesin, bir mənim yerim deyir, bir neçə adamların yerini əlindən alıb olar. Belə mən dəlimək qolum güclüdür, mən arxamda duram var. Hafizdir, namikdir, adam göndərirlər, kişinin üstünə hədə qorxu gəlirlər, bu yer bizimdir. Bu kişi əsəb keçirdi, ikisi də bu vəziyyətə düşür. Xahiş edirəm sizdən, artıq dərəcədə. Bu mənim, bu şikayətimi efirə verirsiniz. Orada heç nə yoxdur, ora boş zibillik idi. Onu o hamısını, bu vali, Şiraliyev vali, onu təmizlətdirdi, düzəltdirdi, uşaqların pul göndərdi, onu orada tikdi, saldı. Özdə ki, öz başına tikməyib. Bunu icazə veriblər, bələdiyyə icazə verib,
İcra hakimiyyəti icazə verib, icazə kağızları əsasında o tikilib. İcazə olmasa bir dənə şey tikilmək olar, heç kim üçün o boydan yeri tikə bilməz. O yer indi 850 kvadratdır. Zəv deyirlər 250 mi bu yerin qiyməti var, amma o yeri 3 milyon yarıma qoyub satdığa qoyublar. Adam göndərir ki, o yerdəsə, o adam da öyrənirlər ki, o yer kimindir, kimlər ki göndərirlər, bilirlər kimindir, onlar da çəkilə durur ki, bu yer Şirəliyev Valih müəllimin yeri olub bu yer. Ona görə heç kim hələ oraya yaxın gələ bilmir. Onlar Zərifə xanımın adından istifadə elədi. Mən Zərifə xanımla görüşdüm. Zərifə xanım dedi ki, mənim burada heç bir əlim yoxdur. Mən heç onların adamı tanımıram. Heç mən onlarla bir şey eləmirəm. Mənim münasibətim yoxdur ki, onlarla danışığım, sözüm. Gedin, öz yerinizi tələb edin, alın. Mənə nə lazımsa dedi, əgərləri mənim haqqımda onlar deyirsə, kim lazımsa, kim məlumat almaq istəyirsə, zəng eləsinlər, məndən alsınlar ki, mən onların nə kömək eləmirəm, nə onların arxasında durmamışam. Mən bu işdə yoxam. Onlar hamısı mənim adından istifadə edir. Bunun da adından istifadə edən Hafizdir, Namiqdir. Orucəl də deyir ki, siz bilmişsiniz onların arxasına duran kimdir? Zərifə xanım. Amma Zərifə xanım orada yoxdur. Zərifə xanım deyir ki, mənim adından istifadə edirəm. Mən bu adamları tanımıram və tanımaq da istəmirəm heç dedi. Hara müraciət edir, eləyir. Mən deyir, sözümün arxasındayım ki, mənim onlardan bir işim yoxdur. Onlar mənim adımdan istifadə eləməsinlər. Bunun döyülməyinin də səbəbkarı Orucəlidir, Hafizdir, Namiqdir. Bu üç adamlardan tələbimi istəyirəm. Onları bu işə görə onlar cəzalanmalıdır. Mənim yerimi də onların əlindən, onlar mənim əlimdən ala bilməyəcəklər. Mənim yerimi ancaq əlimdən dövlət ala bilər. Dövlət ala bilər. Onlar onu ala bilməyəcəklər. Bu məsələyə heç kim baxmır. Niyə baxılmır bilmirəm. Xahiş eləyirəm, mənim bu obyektiv varımdır, uşaqlarımın zəhməti ilə tikilən obyektim ki var. Tələb edirəm onu, mənim özümə qaytarılsın, cənab prezidentimizə, onun xanımına, cənab nazir Vilayət Eyvazova, ondan sonra canım sərsin, baş prokuraturaya, məhkəməyə, müstəntiqlərə, kimlər ki o işə baxıblar, verilib, baxılmayıb, onların hamısından yenə xahiş edirəm. Bu işə dəqiqliyi ilə baxıb, bu işə həll eləsinlər. Mənim balalarımın olan zəhmətin bizim əlimizdən almağa haqları yoxdur. Mənim əlimdən ona ancaq dövlət ala bilər. İmtina olunmayıb. Heç bir gəliblər elə belə ki... 26-cı ilə qədər heç çıxardandan 9 ay sonra mənə deyiblər ki, bu yerin çıxarışı var, Keşlə Bələdiyyəsi tərəfindən. Mənə deyiblər ki, bu yerin gedmişəm çıxarmaq, bələdiyyə mənə deyib ki, buranın çıxarışı çıxardılıb. Deyirəm, nə əsasına axın buna mənə verilib. Necə ora çıxarılıb? Deyib, çıxardıblar, necəsini o öyrənərsən, bilərsən. Bir sənədləri olmayan halda qeyri-qanuni çıxardıblar. 22 ildir mənim istifadə elədiyim yeri 2018-ci ildə çıxardıblar. Sənədlərin heç birində möhür görükmür. Hakimə mən sual verdim ki, İqtisad məhkəməsində. Orada sənədlərdə hansı peçatı görürsünüz? Peçat oxunur, dedim, mən nəsə siz qərar verirsiniz ona. Heç bir qanunsuz sənədlərə, qanunsuz çıxan çıxarışlara qərar verirsiniz. Nə yoldan onlar çıxardım, nə yoldan alıblar, məlumdur. Burada cinayətkar şəxsləri cəzalanmağına göstəriş verilsin. Bunlar günahkarlar öz cəzasına çatsın. Hansı yolla necə o çıxardıblar? Mənim razılığım, mənim xəbərim olmadı. Mənim tikdiyim yeri öz adlarına çıxıblar. Arxa yeri, yan yeri onlar alıb, mənim yerimi də oranın sənədinin içinə salıb, çıxarış çıxardıblar. Ya burada onlar tikim. Hansı ki, onların orada bir daşı daş üstündə qoymuyorlar. Gəlib çəkilişlə yoxlaya bilərlər. Arxa yer və yandakı yerlər nə vəziyyətdədir, söküb, elə sökülü qoyublar. 6 ildir oradan heç nə istifadə olunmayıb. 1 milyon dəyəri olduğu halda 850 kvadrata mənə 250 min pul təklif edirlər. Ki, buranın qiyməti 292 mindir, onda məhkəmə ekspertizası gəlib, orada çıxarış çəkib, yoxlayıb, 640 min oranın qoyulan xərcdə. Onlar da gedib
İqtisad Məhkəməsində çıxarış çıxartdırıblar ki, mənim güya onlara 330-340 min onlara hələ əlavə pul verməliyəm. Ayda 5 min güya mən oradan pul qazanıram. Məhkəmə oraya adam göndərdi ekspertizadan. O da məndən əlavə pul istədi ki, aşağı yazmaq üçün. Mən də razılaşmadım, dedim, nə istəyirsən, get yaz. Ondan sonra məhkəmə ekspertizası hakimə nə məlumat verirsə, ondan sonra hakim İqtisad Məhkəməsinin hakimi Kənan Hüseynov onların xeyrinə qərar çıxartdı ki, güya mən onlara ayda 5 min pul verməliyəm. Hansı ki, yerdən ayda 5 min almaq mümkün olmayan şey. Tikilimdən güya onlara mən pul, onların sənədi var deyir, çıxarışı var. Mən devlət tərəfindən mənə göstəriş olsa mən eləyərəm. Kimlərinsə mənim evladımın qazancı yani 30-40 yılda Rusya'da kazanıp Gel su iç bir damcı. İç az da başı qaldır iç. Bəli. Bax bunu bu vəziyyətə əsəbindən bu o vəziyyətlərə düşür. 30-40 yılda mənim evlatlarımı qazancım göndərdiblər oraya, mən tikmişəm. Heç kəsin köməyi olmadan. İcra hakimindən razılıq aldıqda, Bakı Sovetdən razılıq aldıqdan sonra nə əsasən orada başqa adama çıxarış veriblər, heç kəs bilmir. Məhkəmələr də elə bir sənədə baxmır, gözü yumulu qərar verirlər. Bu nə deməkdir bilmirəm. Xahiş edirəm bunu devlət səviyyəsində yoxlansın. Bəli, məhkəmə də gözü yumulu qərar verir. Polis baxmır, prokurorluq baxmır. Baş prokurorun qəbulunda olmuşam. Bakı şəhər prokurorunda qəbulda olmuşam komissiya ilə. Hamısı deyib ki, qanun sənin tərəfində. Və dilə əsasən onların çıxarışına hakimlər öyle qərar verir. Hazırda kommersiya məhkəməsində. Bizim dokument ki, bu ki, çəkiliş orada olunub, peyiklə çəkilib, oranın çertörü. O çertörün əsasında onlar çıxarış çıxardıblar. Çıxarış çıxardıblar. Mənim layihəmi çıxardım, layihəni öz adlarına çıxardılar. Onlar ki, bələdiyyə müavini vardı, Əliyev Hüseyin ağa. Hüseyin ağa. O verib, onları o onun əsasında çıxarış çıxardıblar. Çıxarışı da o gelib çıxardım. Qurumlar, nazirlik, bizim cənab baş prezidentimiz, bizim ağsaqqalımız, Azərbaycan torpağının, vətəninin, necə deyim, igid, mərd, oğlu olan bizim Heydər Əliyevin oğlu İlham Əliyevdən xahiş edirəm ki, bizim ulu öndərimiz Heydər Əliyevə baba demişik, bizim babamızdır, ulu babamızdır, onun oğlu, onun davamçısıdırsa, ondan xahiş edirik. Artıq bu işlərimizə bizim dəqiqliyi ilə baxsınlar. Bu işi, bu kişinin bu haqqın əlindən almağa imkan verməsinlər. Mənim evlatlarımın körpə vaxtında onlar əskəriyi qutarıb gediblər Oral Rusiyada işləyiblər. Çörək pulu qazanıblar, ataya anaya göndəriblər, bacı saxlayıblar, atana saxlayıblar. İndi özündə bizə baxan onlar da. Onların haqqını heç kəsə yedizdirməyə Heydər Əliyevin oğlu cənab prezidentimiz İlham Əliyev imkan verməsin. Əgər bu torpaq həqiqətən də dövlətinsə, dövlət alırsa, mən razı, halal xüsusun dövlətimində. Amma o çöldən, qıraqdan gələn ki adamlar var ki, özlərin ki, ağsaqqal kimi sayır, deyir, buranın ağsaqqalı mənəm, buranın yiyəsi mənəm eləyən, torpağın yiyəsi birincisi Allahdır, ikinci də ki bizim dövlətimizdir. Dövlətimizdən xahiş edirəm, artıq dərəcədə bu işə dəqiqliyi ilə baxsın. Vilayət Eybazovdan da xahiş edirəm, prezidentimizdən də xahiş edirəm, Mehriban xanımdan da xahiş edirəm. Qanunumuzu, bizim qanunumuzdan haqqımızı tələb edirik. Bizə kömək eləsinlər. Onların verdiyi, onların düzəltdiyi ki, var, kağız ki var, dokument çıxarır, onlar fikirlidir. Səsləndirilən bütün bu fikirlər Şirəliyeva Seyid Sənəmin şəxsi iddialarıdır və redaksiya olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk. Mövzu ilə bağlı adı çəkilən şəxslərin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq. BN TV-ni izləmədə qalın. Hadisələrin mərkəzindən xəbərləri sizə çatdırmağa davam edəcəyik.